Xoş gördük əziz dinləyicilər. Gördünüz ki, Şimali Kiprdə Tufan Ərfürman adlı biri qalib gəldi. Yəni bu kimdir? Bu Kiprin Yunan Kipri ilə birləşməsini istəyən bir insandır. Yəni normal insan kimi yaşamaq istəyən insandır. Erdoğanın planları daxilində, Erdoğanın hirsinə yenik düşən bir insan deyil. Və bu günləri Şimali Kiprdə demək olar ki, Erdoğan uduzdu, məğlub oldu. Yəni mən bunu nədən demək istəyirəm? Mən bunu o mənada demək istəyirəm ki, məhz bu günlərə Erdoğanın firqəçi dövləti Azərbaycanla da bəzən eyni münasibətdədir, bəzən də Şimali Kiprlə eyni münasibətdədir. Daha anlamırlar ki, Şimali Kipr ayrı bir düşüncəyə malikdir. Azərbaycan ayrı bir düşüncəyə malikdir. Onların beyinləri, onların şuur və mədəni səviyyəsi Türkiyə cəmiyyətindəki kimi firqəçi, dinçi, məzhəbçi vəziyyətdə deyil. Bəzən Türkiyə bizə də müdaxilə etmək istəyir bu mənada. Biz nə deyirik, sən onu da olmur, alınmır. Şimali Kiprdə belə sən qalib gələ bilmədin və müdafiə etdiyin Tatara qalib gələn Tufan 60%-dən çox səs topladı. Yəni bu nə deməkdir? Bu demək ki, xalqlar yaşamaq istəyir. Məhz bir neçə ay bundan əvvəl biz Orta Asiya, Türkistan dövlətləri Cənubi Kipri dövlət kimi tanıyanda hamımız onun üstünə cunmuşdunuz. Amma mən deyirdim ki, doğru edib, düzgün edib, öz mənafeyi baxımından yanaşıb. Amma bu gün aydın oldu ki, elə Şimali Kipr xalqı da elə Qazaxıstan kimi, Özbəkistan kimi düşünürmüş. Heç də Erdoğan kimi düşünmürmüş. Və onlar da öz həyatlarına baxmaq istəyirlər. Onlar da yaşamaq istəyirlər. Çünki Cənubi Kiprdə həyat səviyyəsi Şimali Kiprdən 5-6 dəfə yuxarıdadır. İkinci isə Erdoğanın dedikləri sadəcə olaraq boş sözdür və onun arxasında bir əməl durmur və Türkiyənin iqtisadi vəziyyəti də bəllidir. Bu günlərin məsələ nə? Dünyanı iqtisadi vəziyyət tərənnüm etdirir. İkinci bir məsələ, bilirsiniz 20 nəfər dövləti yığdı Trump, apardı Şarm-el Şeyxə və Qəzzanın üstündə bir oyun oynadılar. Nə oyun oynadılar? Burada Netanyahunun vəziyyəti çox pis idi. Netanyahunu vəziyyətdən çıxartdılar. Netanyahu öz əsirlərini də azad etdirdi. Əsirlərini azad etdikdən sonra və bütün hər şeyə imza atdılar ki, bəs oradan Həmas da çıxmalıdır. Və bu gün isə Həmas çıxmır. Artıq İsrail yenidən Qəzzanı vurur, amma heç bir dövlətində səsi çıxmır. Çünki bunların ağzını elə bağladılar gözəl siyasətlə, məsələn İsrail və Amerikanın siyasəti ilə. Elə bir fakt qarşısında qoydular ki, bəli, bu günləri günahkar kimi Həmas görsənir. İndi ikinci bir məsələ, Azərbaycan hakimiyyətinin həmişə demişəm, yaxın şərq barəsindəki siyasəti superdir, əladır, gözəldir. Çünki Azərbaycan orada Amerikanın və İsrailin yanında olan bir dövlət kimi orada iştirak edirdi. Çünki Azərbaycan hökuməti bilir ki, yaxın şərq bataqlığına getmək mənasızdır. Və yadınıza gəlir, Türkiyədən bizə çox baskı etdilər ki, biz də gedək qoşulaq onlara, biz də gedək Türkiyəyə qoşulaq, orada İsraili söyləyək, ey İsrail, biz bunu demədik və buna görə bizdən incidilər də, indiyənə qədər onların o mənasız katyol televiziyaları bizi söyürlər ki, bəs belə oldu, elə oldu. Biz düz etmişik, gördünüzmü? Erdoğanın da Ərəb ölkələrində dedikləri şuarların mənasız sözüdür. Bu günləri biz Qəzzada İsrailin yeni zərbələrini görürük və 60 kilometrlik tunellərini vurub. İndi ikinci bir məsələyə gəlirəm. Mən nə deyirdim? Mən deyirdim ki, Həmas İsrail üçün lazım olan bir qüvvədir. Və unutmayın ki, dünyanın istənilən yerində İranın generallarını, baş qərargah rəisini harda yatdığını bildiyi halda onu vuran bir dövlət, Qəzzada inanın mənə iki Həmas üzvü yatırsa, inanın mənə onun üçüncüsü Mossaddır və onlara işləyir və İsrail Qəzzanın hər bir dərmədeşiyində iştirak edir. Sadəcə olaraq Həması vurmaq, dağıtmaq İsrailə hələ ki sərf etmir. Ona görə sərf etmir ki, o istəyinə nail olmalıdır. Hələ ki nail olmuyor. Ona görə Həması orada saxlayır. Həmas, siz bir anlıq fikirləşin ki, bütün dünyadan təcrid olmuş Həmas 2 il necə müharibə apara bilər? Bu qədər dövlətin stoku ola bilərmi? Heç İsrailin bu qədər stoku yoxdur. Demək ki, bu stok lazımdır ona. İndi 60 kilometrdə tunel vururlar. İndiyənə qədər niyə vurmuşdunuz ki, indi vurursunuz? Çünki bunlar hamısı mənalıdır. Çünki İsrail Qəzzada istədiyi plana çata bilməyib. Çata bilmədiyinə görə hələ Həmas ona lazımdır. Bugün Həması yenidən vurmaya başladı və bütün dünyada səsini çıxarda bilmir. Halbuki Qəzza üçün özünü öldürənlər səsini çıxarda bilmir. Sanki yenə də Qəzzada adam
ölmür. Yenə də adam ölür də. İsrail yenə də vurur da oranı, amma heç kəsin də səsi çıxmır. Yəni demək istədiyim bu idi ki, bu günləri orada Amerika qalib gəldi. O ölkələr də İsrailin üstünə, Netanyahunun üstünə qışqıran dövlətlər bu günlərə bir kəlmə də olsun Trampa bir söz deyə bilmirlər. Çünki hamısı ondan asılı vəziyyətdədir. Dediyim kimi Qəzza məsələsi bitib. Qəzza məsələsi İsrailin torpağına keçəcək zaten. İsrail ərazisinə keçəcək. Bu gün olmasa sabah keçəcək. Amma Həmasın o vəziyyətdə olması, inanın mənə, Həmas tərəfdə olanların demək ki, hamısı elə İsrailə Mossadda işləyənlərdir. İnanın, bəlkə də Mossad özü zəy vurub deyir ki, siz müharibəni dayandırmayın. Başlayırlar deyib baş üzrə. Başlayıblar çünki onların orada planı var. Qəzzada istənilən plan həyata keçmiş olmalıdır. Təşəkkürəm diqqətinizə görə.